Ay 14 fevral gəldi, mənim canım 2 dənə stəkan çay, bunu açan tökdüm. Ay Allah, deyirəm, nə olaydı? Eynullah zəng vuraydı. Deyəydi, axşama nə bişirmisən, qalsın. Gecə götürürəm səni, gedirik restorana, uşaqları da qoyuruq mamamgilə. Dədəm, maması gilə açan qoyub ki, uşaqları. Cəhənnim, xəyal qururam da, uşaqları qoyuruq mamamgilə, məni aparsın, restorana aparır. Restoranda açıram menünü. Demir ki, abi konfet, ağzımda konfet var, yenə qapə. Hə, menünü açıram, orada ürəyim istəyən salatları, çahını, şubanı, çahının dadına baxıram. Çahı nə idi? Sezara elə çahı salatı deyirəm. Fakir olduğumu demədən göstər. Nəysə, yedim o salatı yeyirəm, zakaslar verirəm. Eynullah da heç nə demir. Deyir, nə ürəyini istəyirsə, heç bu günləri bizim bayramımızdır, aşqım. Oradan sonra zakas verir oradan Haydi Söyləni. İndi görəsən Haydi Söyləni bilən var. Hə, ona zakas verir, məni durğuzur dansa. Əynimdə də qırmızı qaraşqalı paltar var. Dalı razrezli üçlüymə. Qalmışam, o bursa əsirdə, heç bilməm, indi nə moddadır. Nəysə, onu qeydururam, ayağı oynayıram Eynullah ilə, Haydi Söyləni, Eynullah baxır mənə. Deyir, nə gözəl olmusan. Xəyalı belə şey deyə. Hə. Sonra deyir ki, bir dənə cibindən qutu çıxardır. Cibindən çıxardır, hardan çıxardır? Cibindən çıxarsın. İçində balaca bir dənə üzük paxlava. Paxlava qaşdı üzük, deyir, gələməsi. Eynullahın bunlar yadına düşəndi. Amma özüm üçün xəyal qurmaq ki, asandır. Nə qədər statuslara baxarlar, nə qədər onun bunun statusuna baxaram. Nə ola, tez-tez ola. Həm sevgililər günü bir dənə mənə aidiyyatı yoxdur. Bir dənə biz qurtulamırıq. 2 dənə stəkan başım xərab olub da məndə ağıl qoyub bu Eynullah. Ömür billah, sevgililər günü bizə aiddir, 8 mart mənə aiddir, evlilik il dönümü bizə aiddir, bizə nə aiddir bilinmir, mənə nə aiddir bilinmir, mənə heç nə aiddir, mənə yemək bişirmək, qab yumay, paltar yumay, Eynullahın qulluğunda durmay mənə aiddir. Oy, ay Eynulla, məktəb vaxtı necə istədim, onu qoşuldum, qaçdım. Nəysə, ömür billah, Eynullah, mənə evdə vinimaniya vermədi, avaradı, evə də gəldi, tutur telefonu əlində, başlayır oyun oynamağa. Ay, mənim cavandığım getdi, tez olay. O oğlan necə tutdular, o Vəlizar da necə tutdular, o sevər necə oğlan qucağına götdüyə bir şey oldu, dədə vay, nənə vay. Əşi, ay Allah, mənim nəyimə lazımı, gör nələri şey edirəm, amma Tolikdə onları yaxşı payım verdi, nəysə. Ay Allah, bu bayramımı mənim keçirdən yox. İndi mənə hamı deyəcək, nə alıb, nə deyəcəyəm, Damaşnik, keçən illəri Damaşnik aldı mən üçün. Bu illəri nə deyəcəyəm, nə alıb mən üçün. Ay Allah, nə deyim görəsən ki, yəni bir şey yığar, eltim yığar. Ərim bunu aldı, axşam şey dedilər, Eynullah, Eynullah'a necə aldırım axı, nə deyim, alsın mən üçün, Sən gelim deyim ki, Eynullah, pul at kartıma, deyəcək, neynisən? Nə deyim, haram ağrıyır deyim, həkimə gedirəm deyim, deyəcək, həkim nəyə lazımdır? Gələndən xəstəsən. Başım ağrıyır deyir, gələndən xəstəsən. Dişim ağrıyır deyir, gələndən xəstəsən. Mən gələndən xəstəyəm, məni xəstə eləyən özü, sonradan da adımı qoyub xəstə. 14 fevral davasız, şavasız keçirsəydi ya, çox yaxşı olardı. Eynullah zəng eləyir. Birdən yadına düşər. Hə, Eynullah. Kızım bugün ayın 14'ü mənə niyə deməmişsən? Mən Eynullah 14'ünü bilirsən sən? 14'ünü demişsən mənə, bugün ayın 14'ünü niyə deməmişsən mənə? Ay Eynullah, nə danışsan sən? Eynullah 14'ünü mən dedim, indi əsəbləşərsən desəm. Əsəbləşərsən evdən çıxan niyə demədin? Can Eynullah, səndə axı romantiklik yoxdur, ona görə demədim. Eynullah, bugünü bilirmişsən sən? Bugünü bilmirsən ki, mənim pürüzümün bugün kredinin zamanıdır. Periyosu var, yenə periyos. Həqiqətən.
Yine virüsle biz eve çöre getirirdik. Haradan getirirdik? Və bu günləri sevgililer günü deyim, ben elə bildim ona göre değilsen. Kime kreditiniymiş? Ben de sevindim. Məni əsəbləşdirmə. Yaxşı Eynullah. Kartı at, mən sənə 20 manat atım. Hə, 20 manatı ne alacağım ki? Atalım. Nə alırsan al, mən bilmirəm. Nə istəyirsən al. Yaxşı Eynullah. Nə istəyirsən? Hə, yaxşı. Ne iste? 20 manat verir, üstəlik ne istəyirsən al. Ne alım 20 manata? Ben de deyirəm, məni təbrik edeyim. Günah ayağımdan çıxdı. Günah ayağımdan çıxdı. Heç əsəbləşdim.